Fiziki tərbiyənin əhəmiyyətindən danışacağım bugün sizə müəllimlər. Fiziki tərbiyənin insanın harmonik fiziki inkişafını təmin etməklə və mənəvi iradi dayanıqlığın formalaşdırılması ilə cəmiyyətdə müstəsna əhəmiyyətə malikdir. Və fiziki tərbiyənin bir neçə əhəmiyyətindən danışacağım. Bunlardan bir neçəsini sadalayım sizlər üçün müəllimlər. Fiziki tərbiyənin tərbiyəvi əhəmiyyəti var. Fiziki tərbiyənin sağlamlaşdırıcı və inkişaf etdirici əhəmiyyəti var. Fiziki tərbiyənin maarifləndirici əhəmiyyəti var. Fiziki tərbiyənin tətbiqi əhəmiyyəti var və fiziki tərbiyənin reabilitasiya məqsədi əhəmiyyəti var. Və ilk olaraq sizə fiziki tərbiyənin müəllimlər tərbiyəvi əhəmiyyətindən danışım. Ümumi təhsil məktəblərində fiziki tərbiyənin tədrisi qarşısında əsas ən mühümlü, ən önəmli olan birincisi tərbiyəvidir. Yəni ilk olaraq biz tərbiyəvi əhəmiyyətini inkişaf etdirməliyik. Bundan sonra fiziki tərbiyənin tədrisinə keçməliyik. Və burada necə olmalıdır fiziki tərbiyənin əhəmiyyəti? Şagirdlər arasında öz xalqını, öz vətənini sevən olmalıdır, tolerantlıq nümayiş etdirməlidir. Oyunlar, yarışlar zamanı öz yoldaşları ilə əməkdaşlıq bacarığı olmalıdır, özü nümunə aparmalıdır, həmçinin qaydalara riayət etməlidir. Bunlar fiziki tərbiyənin əsasən tərbiyəvi əhəmiyyətinə malikdir. İkinci əhəmiyyəti isə müəllimlər, fiziki tərbiyənin sağlamlaşdırıcı və inkişaf etdirici əhəmiyyətidir. Özünün deyir, optimal hərəkət fiziki üçün insanın psixomotor fəaliyyəti zamanı lazım olan bir əhəmiyyətdir. Burada əsasən ayrı-ayrı hərəkət qabiliyyətlərin inkişafını təmin edən zaman insanın orqanizmə düşən fiziki yükün qarşılığında qan dövranını yaxşılaşdırır, həmçinin maddələr mübadiləsini daha da sürətləndirir. Və bununla yanaşı fiziki tərbiyənin sağlamlaşdırıcı və inkişaf etdirici əhəmiyyəti biri də odur ki, böyüyən orqanizmin düzgün inkişafını təmin etməkdir. Bu da bizim olduğu fiziki tərbiyənin sağlamlaşdırıcı və inkişaf etdirici əhəmiyyəti. Üçüncü isə fiziki tərbiyənin maarifləndirici əhəmiyyətidir. Burada məqsəd odur ki, fiziki tərbiyəni necə biz tətbiq edə bilərik? Həmçinin reabilitasiya məqsədi ilə olsun və yaxud da ki, düzgün inkişafla bağlı olsun, yəni fiziki tərbiyənin insan həyatı üçün nə qədər önəmli olmalıdır. Bunlar haqqında geniş informasiya, yəni nəzəri biliklərin və metodlara yiyələnmək üçün məlumatın verilməsidir. Yəni maarifləndirmə aparılmalıdır. Bax, bunlar olacaq fiziki tərbiyənin maarifləndirici əhəmiyyəti. Sonra gəlir fiziki tərbiyənin tətbiqi əhəmiyyəti. Müəllimlər, bir çox dövlət qurumlarında, peşə sahələrində mən deyərdim ki, fiziki tərbiyənin digər ixtisaslara baxanda qismən daha böyükdür əhəmiyyəti. Və həmin bir əhəmiyyətdən də biri odur ki, fiziki tərbiyənin dedik tətbiqi əhəmiyyəti. Burada bir neçə sahələr, peşələr deyə bilərik ki, güc strukturları var. Orduda olsun, fövqəladada, yəni xilas etmədə olsun, sonra ölkənin müdafiəsində olsun və sair peşələrdə fiziki tərbiyənin tətbiqi əhəmiyyəti böyükdür. Yəni o sahələrdə, peşələrdə xidmət etmək üçün fiziki tərbiyəni belə deyək, daha yaxşı, optimal inkişaf etdirməlisən. Çünki orada əsasən yenə deyirəm, güc strukturuna ehtiyac duyulur. Və beşinci fiziki tərbiyənin reabilitasiya əhəmiyyəti nədir? Adından məlum. Fiziki qüsurlu olan, dayak hərəkət aparanda cari qüsurların aradan qaldırılmasıdır və yaxud da ki, insanda olan müəyyən bir zədələnmələri, belə deyək ki, fiziki tərbiyənin reabilitasiya əhəmiyyəti ilə onu aradan götürmək olar. Fiziki tərbiyənin reabilitasiyasının məqsədi budur. Yenə deyirəm, insanda olan cari qüsurlar olsun, həmçinin dayak hərəkət aparanda olan qüsurlardır və fiziki qüsurlu olan şagirdlərdə reabilitasiya məqsədi ilə istifadə olunan bir tətbiqi əhəmiyyəti var. Üzr istəyirəm, reabilitasiya əhəmiyyəti var. Bu da bizim olduğu fiziki tərbiyənin əhəmiyyətləri haqqında məlumatlarımız.